Salam əziz izləyicilər, bu videoda EBOB mövzusunun bir hissəsinin izahına baxaq. EBOB ən böyük ortaq bölən deməkdir. Əgər EBOB-da biri digərinə bölünən ədəd verilibsə, bu ədədlərdən kiçiyi onun EBOB-udur. Yəni, məsələn 7,49 verilibsə, bu ədədlərdən kiçiyi 7 olduğuna görə cavab 7 olacaq. EBOB-lardan verilən ədədlərdən təkrar ədəd görürüksə, bu zaman o ədədlərdən birini seçirik. Yəni, eyni ədədlərin EBOB-u bu ədədlərdən birinə bərabərdir. Əgər EBOB-da ardıcıl ədədlər görürüksə, o zaman 1-ə bərabər olacaq. Yəni ki, EBOB 21-22 götürsək, bu zaman EBOB 1-ə bərabərdir. Deməli, ardıcıl ədədlərin EBOB-u 1-ə bərabər oldu. Ardıcıl gələn tək ədədlərin EBOB-u da 1-ə bərabərdir. Məsəl üçün, EBOB 17-19 götürmüşük. Gördüyünüz kimi ardıcıl gələn tək ədədlərdir. Bu zaman EBOB 1-ə bərabərdir. Bəs ardıcıl gələn cüt ədədlərdə necə olacaq? Ardıcıl gələn cüt ədədlərin EBOB-u 2-yə bərabərdir. Yəni, məsələn, 8 ilə 10 ardıcıl gələn cüt ədəddir. Bu zaman cavab 2-dir. Belə bir tapşırığa baxaq. A və B ardıcıl natural ədədlərdir. EBOB 21A, 21B soruşulur bizdən. Bu zaman ortaq vurum mötərizə xaricinə çıxarılmadan istifadə etməliyik. Yəni, hər iki tərəfdə 21 ədədi olduğuna görə 21-i ortaq vurum mötərizə xaricinə çıxarmalıyıq. Bu zaman 21 EBOB AB olur. Və şərtdə də demişdik ki, ardıcıl natural ədəddə deməli A və B. O zaman ardıcıl natural ədəd olarsa 1-ə bərabər olduğuna görə 21 də 1-ə vururuq. Cavab 21. Digər tapşırığa baxırıq. Əgər A və B natural ədədlərdən ardıcıl gələn tək natural ədəddirsə, bu zaman ardıcıl tək natural ədəddə biz demişdik ki, bayaq 1-ə bərabərdir. Yenə ortaq vurum mötərizə xaricinə çıxarırıq 27-ni, çünki hər iki tərəfdə 27-dir. 27 EBOB AB. AB də tək ədəd olduğuna görə, ardıcıl gələn tək ədəd olduğuna görə 1-ə bərabərdir və nəticədə EBOB 27-yə bərabərdir. Növbəti. A və B ardıcıl cüt natural ədəddir. Bu zaman deməli, biz bilirik ki, ardıcıl cüt natural ədəddə 2-yə bərabərdir EBOB. Yenə burada ortaq vurum mötərizə xaricinə çıxarılmasından istifadə etməliyik. Yenə 25-i çıxardırıq. EBOB AB və 25 vur 2 bərabərdir 50. Nəyə görə oldu? Cüt natural ədəd soruşduğuna görə. Növbəti sonuncu tapşırığımıza baxırıq. A və B sadə ədədlərdir. EBOB 4A, 4B nəyə bərabərdir? Bu zaman yenə ortaq vurum mötərizə xaricinə çıxarırıq. 4-ü çıxarırıq, çünki ortaq vuruq bunlarda 4-dür. 4 EBOB AB. Deməli, şərtdə də dediyinə görə sadə ədədlər, sadə ədədlərin də EBOB-u 1-ə bərabərdir. O zaman 4-ü 1-ə vururuq. Cavab 4. Bu qədər.